Aman hər vaxtınız xeyir olsun. Yenidən test toplusun suallarını izah edirəm. Vaxt itirmədən başlayaq. Bu günləri biz cədvəl proseslərini izah edəcəyik. Cədvəl proseslərində dərsimiz hansıdır? Birinci ondan başlayaq. Deməli, Excel və Excel'in üzərində belə deyək, nümunələrlə bağlı suallardır. Birinci sualımızdan başlayaq. Elektron cədvəl düsturlardan hansılar doğru yazılmışdır deyir. Biz bilirik ki, düsturlar mütləq bərabər işarəsindən başlamalıdır. Ona görə 2-dir, 3-dür, səhvdir. Daha sonra birincidə problem yoxdur, düz oxşuyur. Dördüncüdə D-ni verib, yəni sütunu verib, sətrin nömrəsini verməyib. Ona görə 4 səhvdir. Beşincidə sütunu verib, sətri verməyib. Ona görə doğru olacaq variant 1, 6, A variantı. Davam edək növbəti suallara. Bir dəqiqə mən buranı təmizləyim ki, bunu hər dəfə bunu yazmayaq biliriz. Hə. Demək, e, ikinci sualdan başlayaq. Elektron cədvəldə hansı düsturun köməyi ilə A7 xanasının qiyməti B3 xanasının qiymətə nisbətini hesablayır. Nisbət nə deməkdir? Bölmə deməkdir. Yəni A7-ni B3-ə bölərik. Bölmə üçündəki bizdə demək, bu qüvvəti bildirir. Belə bir şey yoxdur. Qaldı B, C, Y variantı. B variantı indi qarşımıza çıxacaq suallar bu. Xanalar topluca diapazon deməkdir. Bölmə işarəsi də ki, elə bizdə həmişə Pythonda olduğu kimi bu formada soldan sağa işarəsi olmalıdır. Ona görə C variantıdır. Üçüncü sual A3 xanasındakı düsturu C7-yə köçürsək, hansı düstur yazılmış olar? A3-də mən C7-yə keçmək üçün nə etməliyəm? A-dan C-yə 2 vahid irəli gedir. C-dən 3-dən də 7-yə getmək üçün 4 vahid. Ancaq burada olan bütün qiymətləri uyğun olaraq artıra bilərəm. B-ni 2 vahid sağa aparsaq olacaq D. Yəni C sonra D. Ona görə C variantı səhvdir. 4-ü 4 vahid aparsaq 8 olacaq. Ona görə B səhvdir. Gəldik C-ni 2 vahid aparsaq C-dən sonra D, Y gəlir. Ona görə hələ çox qalanlar düzdür. 5-i 4 vayda aparsaq 9 düzdür hamısında. Sərbəst ədlər əmsallar heç vaxt artmır, olduğu kimi qalır. Ona görə burada 6 olub deyə D səhvdir. Sərbəst ədəd 4 də heç vaxt dəyişmir, ona görə A da səhvdir. Olur Y variantı. Dördüncü sualla davam eləyək. Dördüncü sualda deyir ki, A3-dəki düsturu C8-ə köçürsək. İndi A3-dən C-yə keçmək üçün, A-dan C-yə keçmək üçün 2 vahid. 3-dən də 8-ə keçmək üçün 5 vahid dəyişməlidir. İndi baxaq. Və dolları olmayanlar. Əgər hansı ifadənin ki, sol sətrin və ya sütunun solunda dollar işarəsi var, o heç vaxt dəyişmir. Ona görə B-nin solunda dollar olmadığına görə B 2 vahid gələcək olacaq D variantı. Bu bayaqdan qalıb. Yanlış işarədir burada. Onu ləğv edeyim. Hə. Deməli, burada e, harda qalmışdıq? Hə, B olacaq D. Ona görə C variantı səhvdir. Dollar 4. 4-ün dəyişmənin icazə vermir. Ona görə A variantı, B variantı səhvdir. Daha sonra dollar C dəyişə bilməz. Ona görə Y variantı səhvdir. Dollar Y olub. 5, hə, buradakı dollar C-yə aiddir. Yəni 5-in aidiyyatı yoxdur. 5-i 5 vayda artırsaq 10. Onsuz cavab D variantıdır. Qarşıq ünvan hansıdır? Dollara dollar 40. Hə, qarşıq ünvan olması üçün sadəcə bir dəfə dollar işarəsi olmalıdır. O da ya ən solda, ya da tən ortada. Ona görə A variantı mütləq ünvandır, B nisbi ünvandır, Y mütləq ünvandır, D ümumiyyətlə səhvdir, axırda dollar olmaz. C variantı isə doğru cavabdır. 6-cı sualdakı nə? B3-dəki düsturu B2-yə köçürən zaman sütun nömrəsi dəyişmir, sabit qalır. Sətir isə bir vahid azalır. Ona görə sütun nömrəsi CD olduğu kimi qalmalıdır. Ona görə C variantı səhvdir, D variantı səhvdir. Burada dollar 2 varsa bu dollar 2 sabit qalmalıdır həmişə. Ona görə dollar 1 ola bilməz, azala bilməz. D isə 3 var isə 1 var azalmalıdır. Olmalıdır 2. Ona görə A variantı. Y variantında isə sərbəst ədəd yoxa çıxıb. O da doğru deyil. Elektron cədvəldə bir sətirdəki xanadan digər sətirdəki xanaya köçürmə zamanı hansı istinadın sətir nömrəsi dəyişməyəcək? Sətrinin nömrəsi dəyişmir, o demək ki, sətri sabitdir. Sətr də biz bilirik ki, rəqəmlərlə, yəni ədədlərdən təşkil olunur. Ona görə
D variantı. 8-ci sual. B4, B5, BC, C4, C5 xanalarına uyğun olaraq 1, 3, 4, 2 qiymətləri. Y9-u isə belə bir düstur yazılıb. Y9-un qiymətini tapaq. İndi baxaq biz bunu cədvələ çevirsək, B-nin və C-nin 4 və 5-ci xanaları. Belə bir cədvəl düzəldəcəyik. Və həmin cədvəlin də qiymətləri verib bizə. 1, 3, 4, 2. İndi bizə deyir ki, B4-dən C5-ə, B4-dən C5-ə qədər olanda bu xanaların hamısını götürürük, toplayırıq. Yəni sam cəm deməkdir. 1, 4, 3, 2. Toplasaq 10, 10-un da üstünü 3 gəlsək 13. Deməli, 9-un cavabı neçə olar? 13. C variantı. 9-cu sualla davam eləyək. Belə bir qiymət verib B2-nin qiymətini soruşur. B2 də deyir ki, A1-dən A3-ə qədər hamısının cəmi, A1-dən A3-ə qədər cəm 13. Üstə gəl, C1-dən C3-ə qədər hamısının cəmi eləyir neçə? 10 və bölür 5-ə. Yəni 10 bölü 5 kimi hesablayır. Yəni ümumi toplayıb bölmürük. Bu deyilir 13 üstə gəlsin 2, 15 A variantı. Eyni şəkildə B2-yə baxaq. A1-imiz 3, üstə gəlinsin. C1 ilə C3-ün cəmi. C1 ilə C3-ün cəmi 9. 9-u 5-ə bölsək. 1,8. 3 dənə toplasaq 4,8. 11. Elektron cədvəldə hansı düstur doğru yazılmışdır? C variantı səhvdir çünki bərabər yoxdur. A variantı səhvdir, bərabər yoxdur. D variantı səhvdir, bərabər yoxdur. B ilə Y-yə baxsaq, B-də problem yoxdur. Y-də isə birinci ədəd gəlməz. Birinci mütləq hərf gəlməlidir, yəni. Sütunun adı gəlməlidir. Onun üçün B2 xanasına yazılmış A3 üstə gəl C5 düsturu D5-ə köçürülərsə. İndi B2-dən D5-ə gedir. B-dən D-yə getmək üçün nə etməlidir? 3 vahid irəli getməlidir. Daha doğrusu 2 vahid irəli getməlidir. 2-dən də 5-ə getmək üçün 3 vahid. İndi hər birinin uyğun olaraq 2 və 3 vahid artırsaq, A-nı 2 vahid artırsaq C, ona görə B səhvdir. 3 vahid artırsaq C6 olmalıdır. Ona görə bu iki variant da səhvdir. C-ni 2 vahid artırsaq D, Y gəlməlidir. Ona görə A, Y səhvdir. Y variantı. 9-u da nə edərik? Daha doğrusu 5-i də 3 vahid artırsaq 8 olar. D variantı. 13-cü sual. Elektron cədvəldə A2 xanasına yazılmış düsturu C6-ya köçürdən zaman hansı düstur alınar? Baxaq, A2-dən C6-ya, A-dan C-yə getmək üçün 2 vahid irəli getməlidir. 2-dən də 6-ya getmək üçün 4 vahid. İndi dollar B, B-ni dəyişdirə bilməz. Ona görə D variantı səhvdir. Bu dollar öz-özünə yoxa çıxa bilməz. Ona görə A da səhvdir, C də səhvdir. 1, 4 vahid artacaq, 5 olacaq. Burada da yenə dollar B-nin yeri dəyişə bilməz öz başına. Ona görə cavab olacaq elə B variantı. Elektron cədvəldə B2 xanasına yazılmış yenə B2-dən D7-yə gedirik. 2 vahid, 5 vahid. İndi dollara dollar 3 heç vaxt dəyişməz. Çünki hər ikisinə dollar var. Ona görə bu 3 variant getdi. C-ni 2 vahid artırsaq Y, 4-ü də 5 vahid artırsaq 9. Ona görə cavab olacaq A variantı. 15-ci sual. Elektron cədvəldə A2-yə yazılmış düsturu C7-yə köçürsək, A-dan C-yə keçmək üçün 2 vahid, 2-dən 7-yə keçmək üçün 5 vahid. A olur C, ona görə B variantı, C variantı, D variantı, Y variantı gedir. Bir dəqiqə, burada yanlışlıq elədik. Deməli, A olmalıdır, C olmalıdır. Ona görə A variantı, Y variantı, bir də B variantı gedir. Çünki dollar öz-özünə gələ bilməz. Dollar 3 dəyişmir. Ona görə C variantı səhvdir. Dolları yoxa çıxardıb D variantı. Elə birinci addımdan cavab tapılır. Excel-də proqram ilə bağlı yanlış fikir müəyyən edin. Bir neçə sətri və ya bir neçə sütunu birgə seçmək mümkündür. Bəli. Sətirlə sütun kəsilməsi də xana deyilir. Bəli. Elektron cədvəl failinə iş kitabı deyilir. Düzdür. Qarşılıq istinadən nümunə olaraq AB dollar 19 düzdür. Bir dənə dollar işarəsi var. Y variantı səhv olacaq. Bəli. Niyə? Mütləq istinadən nümunə olaraq dollar, F dollar, 3 dollar səhvdir. Axırda heç vaxt dollar işarəsi olmaz. Dollar işarəsi öndə olmalı idi. Ona görə Y səhv olduğu üçün doğru cavab kimi götürəcəyik. 17. B3 xanasındakı düsturu C4-ə köçürsək, C4-də hansı düstur alınacaq?
Baxaq görək. B3 xanasında göstərilən düsturu, B3-dəki düstur hansıdır? A2 plus B1. Mən bunu C4-ə köçürsəm, yəni hərəsini bir vahid artırsam, o zaman B3-dəki düstur C4-ə köçsə, C4 olacaq B3, C2. Hərəsi bir vahid artacaq. B-dən C-yə, 3-dən 4-ə. İndi mən B3-ü hesablamalıyam. B3-ün cavabını görə biləm. B3-ün də cavabı A2 ilə B1-in cəmidir. A2-miz 12-dir, amma B1-i bilmirəm. B1-i də gərək hesablayaq. B1 də nə eləyir? Hə, bizdən onsuz düsturu soruşur. Nəticəni soruşmur bizdən. Düsturu soruşur. Düstur onda tapmışıq ki, B3 plus C2 Y variantı. 18. Yenə D1, D2 xanasından köçürəndən sonra D3-ün düsturunu tapaq. İndi biz D1-dəki düsturu D2-yə köçürsək nə olacaq? D1-dən D2-yə keçəndə nə dəyişir? Sadəcə sıra nömrəsi bir vahid artır. Ona görə bura olacaq B2. Üstə gəl C dollar 3. Dollar heç vaxt dəyişmir. İndi hesablayaq. B1 ilə B1-in qiyməti neçədir? 3. C3-ün qiyməti neçədir? 4. 3 ilə 4-ün cəmi 7. Üstünə düz gəlsək 10. Gəldik B2-ni hesablayırıq. 1 aşağıda. C3 yenə 4 plus 3. Bu da eləyəcək 8. Axırda da D1 ilə D2-ni hesablayacaq. 10 da 8-in cəmi. Bir dəqiqə 18 olmalı mı? Hardasa olsun ki, nəysə itirmişik. Hə, biz burada C sütununu götürməliyik. Mən yenidən B götürmüşəm. Ona görə baxaq da burada C3-ümüz 2-dir. B1-imiz 3-dür. 3 ilə 2-nin cəmi 5. 3 üstünə düz gəlsək, buranın qiyməti 8 eləməlidir. 8. Aha. Aşağıya da gəlsək yenə. B1, B2 ilə, yəni bu dəfə 1 ilə 2-nin cəmi 3. 3-ün də üstünə 3. Buranın da cəmi necə eləyəcək? 6 eləyəcək. 6 ilə də 8-in cəmi 14. D variantı. 19. Elektron cədvəlin Y5 xanasına daxil edilmiş düstur hansı xanaya köçürdükdə bu şəkildə olar? İndi baxaq, Y5-dən düstur hara keçəcək? B-dən B-yə keçib. Deməli, Y heç vaxt dəyişməyəcək. Öncə avtomatik A variantı, C variantı, D variantı getdi. İndi dollar 4 onsa dəyişə bilməz. 9 12 olursa deməli 3 vahid artıb. 5-in üstünə 3 yazsaq, o zaman Y 8 olmuş olar. Daha sonra C5-dəki düsturu D5-ə köçürsək. Bu demək ki, nə sərbəst ədlər, nə əmsallar, nə də sıra nömrəsi heç vaxt dəyişməyəcək. Çünki 5-dən 5-ə keçib. Ona görə avtomatik A variantı səhvdir, C variantı səhvdir, çünki bunları dəyişdirib. Daha sonra 3, 4, 5 problem yoxdur. İndi baxaq. C-dən D-yə qayıdıb. Biz əlifbanı yazsaq D, Y, F, C. C-dən Y-yə, D-yə qayıtmaq üçün 1, 2, 3 addım geri qayıtmalıdır. İndi buradakı dolları olmayan hərfləri, yəni sütunları 3% geri qaytarmalıyıq. Dollar B, dollar üçün işimiz yoxdur. Sabitdir. D-ni 3% geri qaytarsaq nə eləyəcək? D-dən əvvəl C, B, A. Deməli, A-nın olmalıdır. Ona görə avtomatik bir dənə A-nın olan D variantındadır. İkincisi burada. Yenə dollar 4, dollar Y5 plus 8 də ki, sabit olaraq öz yerində qalacaqdır. Keçək 21-ci suala. Elektron cədvəlin D8 xanasına daxil edilmiş düsturu B10, yenə D8 B10-da D-dən 8 B-yə getmək üçün mənfi 2 vahid geri qayıtmalıdır. 8-dən də 14-də 6 vahid irəli. O zaman F2 vahid geri qaytarsaq nə olacaq? D gələcək. F-dən əvvəl Y, Y-dən də əvvəl D. Ona görə D ilə başlamalıdır və dollar 11-də sabit qalmalıdır. Ona görə A variantı, C variantı, Y variantı səhvdir. Dollar yoxa çıxıb Y-də. D-də də dollar yoxa çıxıb. Ona görə elə B variantı elə birbaşa cavabı tapırıq. 22. ABC e, daha doğrusu elektron cədvəlin D6 xanasına daxil edilmiş düstur F3-ə köçürülərsə yenə D6-dan F3-ə köçürsə nə olacaq? Müsbət 2 vahid, mənfi 3 vahid. İndi A-nı 2 vahid artırsaq C olacaq və C dollar 2 olmalıdır. Mütləq C dollar 2. Üstə gəl dollar B dəyişmir. 4-ü 3 vahid azaldacağıq. 1 dollar C dollar 3 dəyişmir. 5-də dəyişmir. Demək cavab bu formada olmalıdır. C dollar 2 dollar B1 dollar C dollar 3 plus 5 A variantı. 23-cü sual belə bir ifadə verib. Elektron cədvəldə radiusu və hündürlüyü verilmiş konusun həcminin hesablanması üçün düstur D2 xanasına necə yazılmalıdır ki,
Həmin düstur DS, D4, D5-ə köçürdükdə verilən radius və hündürlüyü olan digər konusların həcmlərini düzgün hesablaya bilsin. Sual çətin oxşur, amma çox asandır. Biz onsuz da düsturu verib B bərabərdir 3 pi r kvadratı h. İndi biz bu düstura çevirmək üçün 3 onsuz da bütün variantlarda olmalıdır. 3 yəni 3-ə bölmək. Ona görə burada B variantı səhvdir. Çünki 3-ə vurur, 1-ə bölür. Qalanlar düzdür. Hamısında 3-ə bölmə var. İndi qaldıq Pierre Kvapini də onsa bizə burada sabit kimi verib A1 xanasına. A1 radiusumuz hardadır? Onda olacaq. A1 deyəndə bizə A2 olmalıdır. Çünki qiymətlər 2-dən başlayır. A2 radius B2 H-ımız C2'dir. Amma burada radiusun kvadratı olduğuna görə biz B2-ni 2 dəfə yazmalıyıq. Bir də C9. Gəldik önəmli olan məsələ sabit məsələsinə. Əgər hər hansısa bir xanada sabit qiymət varsa, onun əgər biz sütun üzrə aşağı köçürdürüksə, sütun üzrə aşağı köçürdürsə, ən azı sətri sabit qalmalıdır. Yəni bu 2-nin qabağında dollar işarəsi olmalıdır mütləq. Çünki o sətri qoymamalıdır aşağı düşsün. Pi-dən aşağı düşməyə icazə verməməlidir. Çünki pi-dən aşağıda qiymətlər artıq fərqli qiymətlər olacaq, sabit olmayacaq. Onun üçün ən azından A-nın 2-nin qabağında dollar var, amma adətən sabit editlərdə xananı bütövlükdə qabağına dollar çağırı satırlar. Yəni dollara dollar 2 kimi də görə bilərik. Ona görə dollara dollar 2 vur, B2 vur B2, vur C2 böl 3 ilə A variantı doğru cavabdır. C-də dollar yoxdur. D-də sadəcə bir dəfə vurub radiusa. Y-də isə hamısını sabit kimi götürüb xeyr. Bu sadəcə buranın qiymətini hesablayacaq. Aşağı düşsək, yəni hamısında standart qiymət qaytaracaq. O da düzgün deyil. B7 xanasına daxil olmuş bu düsturu 3 xana sağa köçürdükdə. 3 xana sağa köçürdülmək nə deməkdir? Yəni xana əgər bu B-dədirsə, 3 xana vahidi sağa köçürtmək C, D, Y-yə keçmək deməkdir. Və sağa keçən zaman isə sətrin nömrəsi sabit qalacaq. Deməli biz B7-dən Y7-yə keçməliyik. Ədədlər dəyişməyəcək, dollar işarələri heç vaxt dəyişməyəcək. Ona görə biz ancaq hərflərə baxacağıq. Hərflərdən də dollar olmayanlar 3 vahid sağa keçməlidir. Önce A 3 vaydı sağa gidəcək. Olacaq D. Ona görə C ilə Y getdi. Dollar 2 B səhvdir. Avtomatik. Keçdik. Dollar C ilə işimiz yox. Dollar C 2 ola bilməz. Hə, dollar C e, bəli 2 ola bilməz. Çünki sətrin nömrəsi dəyişmir. Ona görə D variantı. B3 də dəyişəcək. Y3 D dollar dollar D dollar 10 dəyişmir. Mənfi 7 də sərbəst olaraq dəyişmir. 25. Elektron cədvəlin B2 xanasına daxil edilmiş. Bu düsturu C9-a köçürsək. B2-dən C9-a keçmək üçün nə etməlidir? 1 vahid irəli, 7 vahid irəli. Amma dollar işarəsi varsa o dəyişməyəcək. Ona görə C dəyişib 1 vahid irəliyə gedəcək. D olacaq. Dollar 2 dəyişməyəcək. Dollar D dəyişməyəcək. Və 5 də 7 vahid artıb 12 olmuş olacaq. 25-ci sualı da həll elədik. 25-ci sualın cavabı hansı olacaq o zaman? D dollar 2, dollar D 12, Y variantı. 26. B5-ə köçürülmüş düsturu A11-ə köçürüləcək. B-dən A-ya 1 vay geri qayıdır, 5-dən də 11-ə 6 vay irəli gedir. Baxaq. Dollar C heç vaxt dəyişməyəcək. A-la Y getdi. 3 6 vay da artmalıdır. 9 olmalı idi. D bir var geri qayıtmalıdır. C olmalıdır. Ona görə C variantı səhvdir. Burada D verib. Doğru cavab B variantı. 27. C4-də yazılmış düsturu B3-ə köçürsək hansı düstur alınır? C4-dən B3-ə getmək üçün hər ikisi bir vahid geri qayıtmalıdır. Ona görə D-ni bir vahid geri qayıtırsaq C olacaq. Dollar 22 dəyişməyəcək. Vur. Dollar D dəyişmir. 23 olacaq 22. 5 də sabit ədəd kimi olduğu kimi qalacaq. C dollar 22, dollar D 22 çıx 5, Y variantı. 28. Elektron cədvəlin hansı fraqment verilib? C3-dəki düsturu D1, D5-in hər birinə köçürən zaman hansısa bir xananın qiyməti 15-ə bərabər olub. Düstur hansı xanaya köçüb? İndi baxırıq dollara dollar 2. Bu demək ki, bu sabit bir ədəddir. Hər ikisində dollar varsa. Onun da qiyməti 6-dır.
Və dollar B3. Dollar B3 haradır? Dollar B3-də buranı verib onsuz. 9. Elə 6 ilə 9-un cəmi neçə eləyir? 15. Bir dəqiqə biz B-yə baxdıq. Hadi baxdıq. Demə bu xananın qiyməti neçə imiş? Bu xananın qiyməti elə 15 imiş. İndi bizə deyir ki, C üstəki düsturu da mən bunu da buralardakı bir yerə köçürsəm, onda düstur nə olacaq? Dollara dollar 2 üstə gəl dollar B. İndi əgər 3-də 3-dürsə, 1-də də 1 olacaq da dollar B 1. İndi dollara dollar 2 sabitdir. Ondan işimiz yoxdur. 6. İndi biz 6-ın üstünə nə gəlsək, e, cəm 15 olar. İndi ona baxırıq. Bir tane baxaq görə burada D1, D5 C3 hansındakı düsturu D1, D5-in hər hansısa birinə köçürsək, cavab 15 eləyər. Dən baxaq görək, buranın qiyməti 15-dir. 6-nın üstünə B-nin 3-cü element 9 gəldi, bura oldu 15. İndi biz bunu bir vayda sağa sürüşdürsək, hı -hı. Hə, bu dollar B idi axı. Dollar B olsa dəyişməyəcək. Dollar B ilə işimiz yoxdur. İndi 6 ilə mən 6-nı toplasam, bura olacaq. Birinci xana olacaq 12. Mən indi axı növbəti sətrə keçsək, bu sətrə keçsə düstur olacaq dollara, dollar 2 plus dollar B2 olacaq axı. Yəni mən burayla bu dəfə buranı toplayacağam. Olacaq 11. Sonra burayla buranı toplayacağıq, olacaq elə 15. Bizdən elə buranı soruşur. 6 ilə 2 bura 8, 6 ilə 3-ü toplasaq 9. Deyir, indi mən düstur hara köçürdüm? 3-cü sətrə. İndi 3-cü sətirdən 3-cü sətrə köçübsə, deməli bunun sətr nömrəsi dəyişməyib. O deməli elə C3-dən D3-ə keçib. Onun görə doğru cavab olacaq C variantı. 29 yeni tipli sualdır. Deyir B1, B5 diapazonuna birinə köçürsək. Mən D-dən B1-ə qayıtsam. Burada nə verib? C dollar 4. C dollar 4-ü mən B1-ə qaytarsam nə olacaq? B dollar 4 vur. İndi 3-də 3-dürsə sıra nömrəsi, 1-də də 1 olar da. Dollar C1. İndi B dollar 4 neçə edir? Daha doğrusu C dollar 4. Hə, yox, bir dəqiqə, bir dəqiqə. Əgər D-də C yazılıbsa, B-də də bura A olmalıdır. A dollar 4. Aha. A dollar 4 7-dir. 7-ni mən neçəyə vursam, 14 eləyər. İndi mən A dollar 4-ü C sütununa vururam. C sütununda hansı elementə mən vursam 7-ni 4 eləyər, 14 eləyər 2-yə. Deməli, bu D3-dəki düsturu mən hara köçürtməliyəmmiş? De bura. B4-ə. Ancaq doğru cavab olacaq B variantı. 30-cu sual. Belə bir düsturu D3-ə köçürən zaman hansı düstur alınacaq? Bu düstur harada yazılıb? D2-də. D2-nin düsturu budursa, D3-ə köçürsəm nə olacaq? Sətr nömrəsi 1 vahid artacaq. A3 vur dollar C dollar 1. Ona görə C variantı. 31. Elektron cədvəldə sam C1, C3 düsturunun qiyməti 15-ə bərabərdir. Deməli, C1-dən C3-ə qədər hər hansı bir sütundur. 1, 2, 3, C-nin sütunu. Bu, bilmirəm nə yazılıb, amma bu cəm yekunda 15-dir. Sam. Və dördüncü xanada var. Dördüncü xanada bilmirəm, X-dir. Amma bu dördünün cəmi 20-dir. Əgər bura 15 idisə, 15-in üstünə X gələndə 20 edib. Deməli, X neçəymiş? 4. Dördüncü xananın qiyməti o zaman olmalıdır. Bir dəqiqə. Aha, C4 xanasındakı qiyməti tapın. Bir dəqiqə 20 olub. 15-in üstünə nə gəlsəm 20 eləyər 5. Deməli doğru cavab olur Y variantı. Yəni 5 qiyməti. 32. 32-də görə bizə nəyi soruşur? D1-dəki düsturu D2-yə köçürəndən sonra D3-ün qiymətini tap. Baxaq, D1-dəki düsturu mən D2-yə köçürsəm nə olacaq? A dollar 2. D1-dən D2-yə keçən zaman nəsə, yəni D-dən D-yə keçir. Sütun dəyişmir. Sətr nömrəsi 1 vahid artmalıdır. Dollar 2-də heç vaxt dəyişməz. Çıx C2 plus 2.
İndi A dollar için qiyməti neçədir? İndi bir D1 ilə D2-nin cəmi soruşur D3-də. Biz deməli hər ikisini bilməliyik. A2-nin qiyməti 4, çıxılsın 5, üstə gəlinsin 1. Buranın qiyməti elədi 1. Daha sonra A dollar 2 yenə 4, çıxılsın C2 3, üstə gəlinsin 2. Bu da eləcək 3. 1 ilə 3-ün yekun cəmi neçə eləyəcək? 4 eləmiş olacaq. Doğru cavab A variantı. 33-ə baxaq. Əvvəlcə C1 düstur C2-yə, sonra isə A4 xanasında olan düstur B4-ə köçürülərsə, B4-ün qiymətini tapaq. Baxaq görək. C1-də düsturu biz C2-yə köçürdürük. C1-də düsturu mən C2-yə köçürsəm nə olacaq? A dollar 1 üstəgəl B3. Çünki ancaq sıra nömrəsi bir vahid artır. Burada da dollar 1 qoymur. Və A4-də düsturda B4-ə köçürsəm, A-dan B-yə gedirsə hərf nömrəsi dəyişəcək. Olacaq B dollar 3 üstəgəl C dollar 2. İndi C dollar 2-ni bilmirəm, gərək hesablayım. Ümumiyyətlə bu kanallarla hər birini hesablasam. A1 bərabərdir nəyə? 8 üstəgəl B-nin ikinci qiyməti 0. Yəni 8. Burada nə olacaq? Yenə A dollar 1, 8 üstə gəlinsin B-nin üçüncü qiyməti 12. Eləcə 20. Keçdik aşağıya. B-nin üçüncü qiyməti. B4-ü soruşur bizdən. 12 üstə gəl C-nin ikinci qiyməti. Bu da 20. 12 ilə 20-nin cəmi 32. Olur B variantı. 34-ə baxaq. Deməli, B3 xanasına daxil edilmiş düsturu D4-ə keçirsək, B3-dən D4-ə keçən zaman nə olur? Hər ikisi bir vahid irəli gedir. O zaman dollar C-nin dollar var deyə dəyişməz. Dollar C 10 olacaq 11. B dəyişəcək C 3 olacaq 4. Dollar C dollar 6 dəyişmir plus 10. Bax görə hansı variantdır? Dollar C 11, B variantı getdi, Y variantı getdi. C 4. Ona görə avtomatik bir dəqiqə burada neysə B3-dən D4-ə keçib. Hə, B3-dən D4-ə keçibsə 2 vahid irəliyə gedib. Bu 2 vahiddir, bu 1 vahiddir. Deməli, 2 vahid irəliyə getsə C olacaq, bu o zaman D olmuş olacaq və salam D4 üstə gəlinsin. Dollar C dollar 6. Ona görə A da səhvdir, D də səhvdir. Doğru cavab C variantıdır. 35. B2 xanasına daxil edilmiş bu düsturu B6-ya köçürsə nə olar? B2-dən B-dən Y-yə getmək üçün B, C, D, Y. 1, 2, 3. 3 vahid getməlidir irəliyə. 2-dən də 6-ya keçmək üçün 4 vahid. İndi baxaq. C-ni 3 vahid artırsaq, C-dən sonra nə gəlir? D, Y, F. O zaman F-dan başlamalıdır. 3-ü də 4 vahid artırsaq F 7. Problem yoxdur. İndi D-ni 4 3 vahid artırırıq. D-dən sonra nə gəlir? Y, F, C. Demək C olacaq. 6-nı 4 vahid artırsaq 10 eləmiş olacaq.
Deməli 36-cı sualda deyir ki, elektron cədvəl fraqmentinə əsasən D3 xanasının qiymətini müəyyən edin. Baxaq görək. D3-ün qiymətini də tapmaq üçün mən bunları bilməliyəm. B1 ilə B1, B3-ün cəmi. Bunun cəmi eləyir 6. Üstə gəl C1 ilə C2-nin cəmi. C1-dən C2-yə qədər diapazon 4 eləyir. Yəni 2 ilə 2-nin cəmi. Qaldı D2. D2-ni də tapmaq üçün bunları bilməliyik. A1-dən C2-yə qədər hamısı. A1-dən C2-yə qədər də hamısının cəmini hesablasaq. A1, C2. Bu cəmin hamısını bilməliyik. Bu deyir 12. 12-ni də 2-yə vursaq 24 olar. Vəssalam. 6, 4, 24. Bu deyəcək 34. 37-ci sualdan davam etsək. Görək nə deyir bizə. Belə bir ifadə verir və bunun bizə kəs doğru yazılış formasını istəyir. Bu tipli suallarda biz 5 vurulsun x, x-in də yerinə biz A1 yazırıq. Burada A1 yazacağıq. Bir dənə yadınıza salın ki, həmişə məxrəcə ayrıca bir mötərizədə yazmalıyıq. O zaman olacaq 5A1 bölünsün mötərizədə 25 A1 plus 1 də bir mötərizədə. Yəni A variantı. Bitdi. 38-ci sualda xananın qiymətini tapın deyir. C1-dən C4-ə qədər hamısının cəmi eləyəcək. Əgər xana boşsa 0 götürürük oranı. 18. Üstə gəl. A2 ilə B2-nin hamısının cəmi. A2-dən də B2-yə qədər ikisinin cəmi var. 8. 18 ilə də 8-in cəmi 26 eləmiş olar. 39-cu suala baxsaq, D4 xanasına daxil edilmiş qiyməti müəyyən edin. D2, D1-dəki düsturu D2, D3-ə köçürsək, indi baxaq, D1-in qiyməti neçədir birinci onu tapaq. A1-dən B2-yə qədər hamısının cəmi, yəni 4. Bunu mən D2 xanasına köçürsəm, o zaman olacaq A2, B3. O zaman A2-dən B3-ə qədər hamısının cəmini toplasam, bura eləyəcək 2. Bir vahid də aşağı D3-ə köçürsək, olacaq A3, B, bir dəqiqə burada, bu 3 idi. A3, B4. A3-dən də B4-ə qədər hamısının cəmi 0, 2, 0, 1. Yəni 3 eləmiş olacaq. Silib baxsaq, bunların cəmi. Axırda deyir ki, bunların cəmin sam elə. Sam hamısı D1-dən D3-ə qədər bunun hamısının cəmi deməkdir. Bu da eləyəcək 9D variantı. 40-cı sual. Y6 xanasına köçürmüş. Y6 xanasına daxil edilmiş bu düsturu hansı xanaya köçürsək B olar. Bu formül olar. İndi baxaq. Düstur C-dən B-yə gedirsə, deməli bir vahid geri qayıdıb. Hərf. O zaman Y bir vahid geri qayıdacaq. Olacaq D. Dollar 5-dən işimiz yoxdur. 17 olub. 17 olubsa 3 faiz azalıb. O zaman 6-nı da 3 faiz azalsaq, olar D, 3, D variantı. Keçək 41-ci suala. Çox belə qəliz sual oxşuyur, amma əslində çox asan sual tiplərindəndir bunlar. Sadəcə bu hissələr şərtdir. Yəni burada verilən cədvəl haqqında danışır. Burada önəmli olan deyir Y2 xanasına elə bir düstur yazmalıyam ki, burada bir düstur yazmalıyam. Həmin düstur Y3-dən Y13-ə qədər hamısına köçürükdə bütün işləyicilər üçün mükafat faizini hesablasın. Mükafat faizi də buradadır. Yəni mən faizi hesablamaq üçün nə etməliyəm? 950 min gəliri olan bir aylıq gəliri olan işçinin 1% mükafat verirəm. O zaman 950 mini mən 1%-ni taparam. Yəni C2-ni vuraram D2-yə, bölərəm 100-ə. Vəssalam, bitdi. Mən aşağıya düşsəm, olacaq C3 vur D3 böl 100. O zaman deməli Y2 xanasının düsturu uyğun olaraq C2 vur D2 bölünsün 100 olacaq. Heç bir dollar işarəsindən danışmırıq. Ona görə B variantı, C variantı səhvdir ki, vurub. D variantı da dollara vurub həmişə. Dollar D, dollar D2-yə vurmaq həmişə 1-ə vurmaqdır. Xeyr. Çünki hər ikisinin faizi ayrıdır. Ona görə A ilə Y qalır. Keçdik. Sonra deyir ki, bundan əlavə də Y4 xanası ilə bir düstur yazmalıyıq ki, bunların hamısını toplasın. Hamısını toplasın da olacaq nə? Mükafatların cəmi soruşur. Y2-dən
Y 13'e qədər hamısının cəmi olmalıdır. O da olacaq Y variant. Y2-dən Y13-ə qədər. Uyğunluğu müəyyən edin. Qarşılıq istinad deyəndə biz 1 dollarlıq götürürük. Ona görə A variantı. Daha sonra C variantı. Mütləq istinad deyəndə 2 dollar olmalıdır. Ona görə Y variantı. Nisbi istinadda dedikdə isə da heç bir işarə olmamalıdır. B variantı. D variantı isə D işarəsi ümumiyyətlə elə bir qayda yoxdur. A, C, Y, B. O da görə hansı variantdadır? B variantında. 43-də B6-dakı düsturu yerinə yetirilərsə nəticədə hansı qiymət alınır? B6-da da nə deyir? A1-dən C4-ə qədər hamısının cəmi bu cəmdən soruşur. İndi A2-ni bilmirəm. Deyir A2 A1-ə bərabərdir. Yəni bura 8-dir. Daha sonra bura 6-dır. Burada C4-ə bərabər, yəni 5-ə. İndi olan qiymətlərin hamısını toplasaq 8, 8, 3, 19, 2, 21, 27, 34, burada da 15, 49. Deməli, bütün bunun cavabı olacaq 49. 44. 44'te deyir ki, B6 yenə. B6-da nə verib bizə? A5-dən C5-ə qədər hamısının cəmi. Gələ biz bunun hamısını hesablayaq. A1-dən A4-ə qədər cəm neçə eləyəcək? 16. B1-dən B4-ə qədər cəm 15. C1-dən də C4-ə qədər 11. İlkində bunların üçünün cəmi neçə eləmiş olacaq? 42. Bir dəqiqə. 16, 15, 31. Bir dəqiqə hardasa labızın 2 səhv elədik. B1-dən B4-ə qədər 7 bura 15 eləyir. Hə, bura 18 eləyir. 18, 15, 11. Bu da eləyəcək 44 C variantı. Ki, nəsə mən olub. Çox xırda mexaniki səhvlər edirəm. 45. B5 xanasındakı nəticənin 6 olması üçün A3 xanasına hansı ədəd daxil edilməlidir? Deməli, B5-dəki xananın qiyməti A3-ü bilmirik, X-dir. B5-də nə deyir? C1-dən C4-ə qədər, A1-dən C4-ə qədər bunun hamısını topla. Buraların hamısını topla. Böl 8'e. İndi toplasaq 4, 6, 13. Bu eləyir 13. Üstə gəl 7. Üstə gəl 8. Üstə gəl x. Üstə gəl 6. Toplasaq neçə? 20. 34 plus x böl 8. Bərabərdə 6 eləsin deyir. O zaman nəyə 8-ə bölsəm 6 eləyər? 48-i 34-ün üstünə gəlsəm 48 eləyər 14 Y variantı. 46-cı sual. Elektron cədvəlin B3 xanasında daxil edilmiş C3 dollar 3. Aha. Y6 xanasına köçürülən zaman bu xanada hansı düstur alınır? B3-dəki düsturu Y6-ya keçirilir. İndi B-dən Y-yə keçmək üçün nə etməlidir? C, D, Y 3 addım getməlidir. 3-dən də 6-ya keçmək üçün 3 vahid. İndi C-ni 3 vahid artırsam nə olacaq? C-dən sonra D, Y, F gəlir. Ona görə C variantı səhvdir, D variantı səhvdir. Dollar 3 qalmalıdır. Keçdik. Dollar Y 5. Dollar Y qalmalıdır. Ona görə dollar C səhvdir. Və 5 də 8 olmalıdır. Ona görə Y variantı. 47. C5 xanasındakı düsturu deməli A4 F5 bunun hamısını köçürdən zaman alınan ən tap. İndi ən azından bir dənə baxsaq diqqətlə. Dollar F3. Mən bunu bu hansı xanaya yazılıb? C5-ə yazılıb. Mən C5-dən A4-ə köçürən zaman düsturun hansı formaya gələcək? Dollar F dəyişmir. 3 bir vahid azalacaq, 2 olacaq. C gələcək A-ya, yəni 2 vahid geri. Da bir dəqiqə baxaq. 2 vahid nə oldu? C-dən A-ya keçirsə, bu da C-dən A-ya keçəcək. A dollar 2. Mən bunu B4-ə keçirsəm nə olacaq? Yenə dollar F dəyişmir. 3, 2 olacaq. C-dən B-yə keçirsə, bu da C-dən B-yə keçər. B dollar 2. Qısacası diqqətlə baxsaz, mən bu sətri hesablayanda həmişə F2-ni götürəcəm. F2, F2 bu axıra qədər hamısı F2 gedəcək bu sətrin axıra qədər. Yəni 10-dan toplayacağım. Nəyi toplayacağım? A4-ə hesablayanda 70-i götürürəm. B4-ə hesablayanda 91. Deməli, hər bir bu sətrin elementin 10 ilə toplayır. Uyğun olaraq öz yerini. 70 ilə 10-u toplayacağıq 80. 95 ilə 10 toplayacağıq 105. 25 ilə 10 toplayacağıq 35.
85 ilə 10 95. 90 ilə 10 100. Özü ilə də özü 20. İndi eyni qaydada mən C5-dən A5-ə keçsəm düstur nə olacaq? Olacaq dollar F3 üstəgəl A dollar 2. B5-ə keçsəm nə olacaq? Dollar F3 üstəgəl B dollar 2. Deməli, bu dəfə F3 ilə, yəni bu 145 ilə toplayacaq hamısını. Rəngi dəyişdirək ki, aydın olsun. Bu dəfə isə 145 ilə nəyə götürəcək? B-nin elementlərin, yəni ikinci sətrin yenə elementlərini toplayacaq. 70 ilə 145-i toplayacaq. Burada isə bizə ən kiçik qiymət soruşduğuna görə buradakı bütün xanaların qiyməti 145-dən böyük olacaq. Niyə? Çünki 145-in üstünə nələrsə gəlir. Bizdən də ən kiçiyi soruşur. Bunların hamısı 145-dən yuxarı olduğuna görə ən azı. Burada da ən kiçik ədəd neçədir? 20-dir. Deməli doğru cavab olacaq 20. Bu da olacaq F4 C variantı. Yəni çox axıra qədər hesablamağa heç lüzum da yoxdur. Çox bəsit bir düstur ilə tapırıq. 48. Elektron cədvəllər yenə bu bayaqki sual tipidir. Düsturun həcmin düsturu 3/4 bu əmsaldır. Hamısında 3/4 var. Onun üçün bundan istifadə. Pi buradadır A2-də. Deməli A2 amma dollar olmalıdır ki, qabağında mütləq ən azından. A-nın da qabağında olsa problem deyil. Sonra pi r kubu. R radiusu nədir? R2'dir. O zaman B2'dir. O zaman kubu da yazsaq B2, B2, B2 kimi yazarıq. Və heç bir dollarsız. Çünki aşağı düşdükcə qiymət dəyişməlidir. Ona görə Y variantı səhvdir. D variantı səhvdir. Bir dəfə vurub. C variantında problem yoxdur. B variantında dollar qoymayıb səbitə. A variantından da ki, mütləq 2-nin qabağına dollar olmalıdır. O 2-nin qabağına dollar qoymayıb. Ona görə C variantı doğrudur. 49 və 50. Baxaq görək 49-da nə deyir? Y3 xanasına hansı düstur daxil etmək lazımdır ki, aşağıdakı xanalara da onu tətbiq etməklə malların endirim tətbiq ediləndən sonraki cəm qiyməti manatla hesablasın. Deməli, baxaq görək. Mən 8000 TL-yə televizor alıramsa və 5 ədəd alıramsa 10% endirim olunursa və manatla çevirəndə həmişə 0.1-ə vurub 3600 edir. O zaman mən 10% endirim edəndə nə qədər qalır? 90%. Yəni mən bunu 100-dən çıxmalıyam. Və yaxud ilkin qiyməti hesablayıb son qiymətdən çıxarda bilərəm. Yəni mən tutaq ki 8000-dən çıxaram 8000-in 10%-ni. Ona vurub 100-ə bölərəm. Sonra da bunu vuraram sayına 5-ə. 5 ədəd alıram. Bir də vuraram 0.1-ə. Yəni əmsalam. Bu edir 3600. İndi uyğun olaraq aparıb köçürsəm 8000-in yerinə yazacağıq. B3 sıxılsın. B3 vurulsun. İndi faizimiz burada harda da D3-dədir. D3 bölünsün 100. Aldığımız cavabı vuraram sayına C3-ə. Bir də vuraram həmişə 0.1-ə. Bütün qiymətləri 0.1-ə vuracağıma görə bu sabit ədəddir. Dollar B, dollar 1-ə vura bilərəm. Belə bir variant görə harda var? A variantında B1-ə vurub dolları yoxdur. Qalan demək ki, hər şey düzdür. Amma bu səhvdir, çünki dollar olmalıdır mütləq. B variantında ümumiyyətlə nə yazılıb? Aydın olmur. C variantının düsturu dollar B1 yox, B dollar 1 olmalıdır mütləq, çünki sabit ədəddir. D variantında elə sadəcə o endirmə hesablayıb, amma e, alış qiymətini, satış qiymətini hesablamayıb. Y variantı isə doğrudur. B3 çıx, B3 vur, D3 vur, böl 100, çıx, C3 vur, dollar B, dollar 1. 50-ci sualdan davam edək. Elektron cədvəldə C1 xanasına daxil edilmiş düsturu C2, C6 diapazondakı xanalar ilə yanaşı D1, D6-ya da köçürdülər. Deməli, həm bunu biz D1, D6-ya, həm də C2, C6-ya bu axırda köçürtməliyik. Axırda bu köçürtsə olsa nə olacaq? Dollara, dollar 7 hamısında olacaq. Dollara, dollar 7 hamısında olacaq. Və C1-də nə ilə toplayacaq? B1 ilə. Qısacası dollara, dollar 7 bu 1-dir. Deyir, birincidə 1 ilə B1, 5-i topla, 2-yə vur. 1 ilə 5-i toplasaq 6, 2-yə vursaq buna olacaq 12. Mən indi növbəti xanaya gəlsəm, bu dəfə eyni düsturda
Dollara dollar 7 ilə 1 ilə bu dəfə C1-i toplayacaq. Əstəğfurullah, B2-ni toplayacaq. Niyə? Çünki bir vaat aşağı düşür. B2-də 8-dir. 1 ilə 8-i toplayacaq 9, 2-yə vuracaq 18. Daha sonra 1 ilə 2-ni toplayacaq 2-yə vuracaq 6. 1 ilə 7-ni toplayacaq 2-yə vuracaq. 1 ilə 3-ü toplayacaq 2-yə vuracaq. 1 ilə 4-ü toplayıb 2-yə vuracaq və 1 ilə 11-i toplayıb 2-yə vuracaq. 24. Heç 7-yə ehtiyac yoxdur. 6-ya qədərdir. Daha sonra bu düsturu D6-ya, D sütununa köçürtür. Onu bura köçürsə yenə olacaq dollara, dollar 7, işimiz yoxdur. Bu dəfə C sütunu ilə toplayacaq uyğun olaraq C1 vur 2. Yəni, qoy rəngi dəyişək buradan. 1 ilə bu dəfə C-nin elementlərini toplayıb 2-yə vuracaq. Buranı mən 12 tapmışdımsa, 1 ilə 12-ni toplayacaq 13, 2-yə vuracaq, bura olacaq 26. 26. Daha sonra 18 ilə 1-i toplayıb 2-yə vuracaq, 38. Daha sonra 1 ilə 6-nı toplayıb 2-yə vuracaq, 14. 1 ilə 16-nı toplayıb 2-yə vuracaq, 34. Daha sonra 1 ilə 8-i toplayıb vuracaq, 18. 1 ilə 10-u toplayacaq, 11, 22. İlkində bu cəmi hesablasaq. 6, 8, 4 yazırıq. 10, 14, 18, 22, 30, 32. Hə, demək bu cəm sonra 3, 6, 2, 3, 5, 6, 9, 10, 12. Demək 120, 36. 120, 32. O derəcə 152. Doğru cavab D variantı olmuş olacaq. Davam edən 51-ci sualdan elektron cədvəldə C1 xanasına daxil edilmiş düstur C2, C6-ya köçür. Yenə eyni sual tipidir. 51-ci sual. Deməli, C1-dəki düsturu biz C2, C6 ilə yanaşı D1, D7-yə də köçür, D6-ya da köçürdürük. Deməli, dollara bu nə edir? Dollara 1, yəni 24 vurur 2-yə 48, üstünə B1 gəlir. Yəni buranın cavabı 48. Mən bunu aşağı köçürsəm yenə nə olacaq? Dollara 2 vurulsun 2, üstə gəl yenə B dollar 1. Qısacası buradakı elementlərin hər birinin üzü aşağı düşdükcə vuracaq 2, üstünə 0 gələcək. -17 2-yə vursaq neçə eləmiş olacaq? -17 2-yə vursaq
Mənfi 34 üstünə 0 gəlsə yenə mənfi 34. Bura boş xanadır. Boş xana 0-dır. 0-ı 2-yə vurub 0 gəlsə 0. Bura 18, 32, mənfi 6. İndi mən bu düsturu D sütununa köçürsəm nə olacaq düstur? Dollar A yenə 1 vurulsun 2 üstə gəl C dollar 1. Bu dəfə yenə bütün xanaları 2-yə vuracaq. Dollara bir üz aşağı 2-yə vuracaq. Üstünə C-nin birinci elementi 48-ə gələcək. Yəni 24-ü 2-yə vuracaq. 48 üstünə 48 gələcək 96. Mənfi 17-ni 2-yə vuracaq. Mənfi 34 üstünə 48 gələcək 14. Sıfırın üstünə 48 48. 18-in üstünə 48 gəlsək. 66 32-nin üstünə 48 gəlsək. 80 və mənfi 6-nın üstünə 48 gəlsək 42. Bu da eləyəcək yekun cəmi. Bunun hamısının cəmi sonu 6 ilə bitir və böyük rəqəmlərdə isə təbii ki 346 olar. 52 baxıq 52-yə. Deməli, deyir ki, cədvəlin sonuncu sütunda isə hər bir şagirdin suallara neçə faizə doğru cavab verdiyi əks olunmalıdır. İndi baxın ki, bu faizi hesablamaq üçün biz nə etməliyik? Şagirdin verdiyi düz sual cavabın ümumi sual sayına bölməliyik, vurmalıyıq 100-ə. Şagirdin verdiyi sual sayına hansıda yazılıb? C2-də. Mən C2-ni vurmalıyam. 100-ə bölməliyəm. Birinci bölək. İndi həmişə 50-yə böləcəm də bütün şagirdlər üçün. Bu 50 standart ədəddir, sabit ədəddir. Onca bu eləyir C11-ə. Yəni mən bunu C11-ə böləndə ən azı 11-in qabağında dollar mütləq olmalıdır. Çünki mən 100 aşağı düşəndə 50 aşağı düşərəm 0 eləməsin 12-ci xanada. Bunu da vurmalıyam sonra 100-ə. Baxaq görə A variantı səhvdir. C variantı səhvdir, dollar yoxdur. Y variantı uyğun gəlir, problem deyil. B variantında problem, dolların yeri səhvdir. D variantında yeri səhvdir. Belə doğru cavab olacaq Y variantı. Bu qədər asandır. Cəmi, deməli, elektron cədvəldə neçə xanadakı ədədlərin cəmi hesablanır? Xanaların sayını tapmaq üçün biz sütunların sayını sətirlərin sayına vurmalıyıq. Sütunların sayını tapmaq üçün C, D, Y, F. Deməli, 4 dənə sütun var. Xanaların da sayı 3-dən 13-ə qədər. 13-dən 3 çıxıb üstünə 1 gəlir. Çünki təkrarlanma var. Bu da eləyəcək 11. 11, 4. 11 də 4-ə vursaq, eləyər 44. Deməli, xana var. 54 C1-in qiymətini soruşur. C1-in qiymətində nə deyir? A1-dən B3-ə qədər hamısının cəmi. Bu da eləyir neçə? 200, 250. Bu da eləyəcək 450. 55-də B3 iyonluq diapazonda yerləşən xanaların sayı neçədir? Xananın sayını tapanda yenə B, C, D, Y 4 dənə sütun. 3-dən 10-a qədər 10-dan 3 çıxıb üstünə 1 gəlir. O da eləyir neçə? 8 eləyəcək. 8-i də 4-ə vursaq, yekunda 32, 4 vurulsun 8 kimi hesablayırıq. 56. Deməli, D5-dəki düstur 16-ya bərabərdir. Deməli, A5-dən C5-ə qədər. Bir demə bizim A sütunu, B sütunu, C sütunu var. Bu üçünün cəmi 15-dir. Və bu 15-i burada saxlayır. D5-də. Sonra deyir, bəs bunun hamısı nə qədər olar? Bura qədər onsuz 15 idi. Bu da 15 oldu. Toplam onda neçə olacaq? 15 ilə 15-in cəmi 30. 57-ci sual. Baxaq görək. Deməli, B1-də düsturu B2-yə köçürdürük. C1-də düsturu C2-yə köçsə, C2-nin düsturu nə olur? Bunun cavabı nə olacaq? Dollar A2 üstə gəl B2. Dollar A2 bəllidir, 3. Gələ mən B2-ni hesablayayım. Bunu da hesablayanda dollar A1 yenə, 2 yenə, dollar A2 çıx 2 vurulsun. A dollar 2 plus 2. İndi dollar A2-miz 3-dür. 3-dən çıxırıq 2 vurulsun. 2-nin, 3-ün. Üstünə gəlir 2-nin. 3-dən 6-nı çıxıb üstünə 2 gəlsə neçə eləyəcək? Mənfi 1. 3-ün üstünə mənfi 1 gəlsək, bu da eləyər 2. 57-ci sual. 58. D3-dəki düsturu D2-yə C2-yə köçürsək, C2-nin qiymətini tapın. Mən bunu buradan bura köçürdürəm. Dollar B dəyişmir. Baxıram 3-dən 2-yə keçirsə.
O zaman 3 olacaq 2. Vur 2. Üstə gəl. C geri qayıdacaq. B dollar 4. Dollar B2 neçədir? 15'dir. Üstünə gəlir. Daha doğrusu vurur 15'i 2'yə. Üstünə gəlir B-nin dördüncü elementi. Bu da 5'dir. O zaman olacaq 35. 59-cu sual yenə eyni qaydada. A üzrəyi düsturu C2-yə keçirilir. Bu dəfə A-dan C-yə keçmək üçün B olacaq. D. Dollar 3 dəyişmir. Vur 2. Çıx. Dollar D dəyişmir. İndi 3-dən 2-yə keçir. Bu da olacaq D1. İndi D dollar 3. 9. Vurulsun 2. Çıxılsın 1. 6. Bu da eləcək 18-dən 6 çıxsaq 12. 60-cı sual. C1 xanasındakı düstur C2 C3-ə köçürsə D3-ün qiymətini tapaq. C1-də düsturu mən C2 C3-ə köçürsəm. Bura nə olacaq? Dollara 3 üstə gəl B dollar 1 plus 2. Bu buranı hesablayaq. Hər birini hesablayaq. Dollara 2 neçədir? 2. Üstə gəlinsin B dollar 1 1 üstə gəl 2. Yəni buranın qiyməti oldu 5. Yazıq alt alta 5. Daha sonra dollara 3 3 üstə gəlinsin B dollar 1 1 üstə gəl 2. O zaman neçə olacaq? 6 3 1 2. Bir vəd aşağı düşsə nə olacaq? Dollar A4 üstə gəl B dollar 1 üstə gəl 2. Əgər xananın qiyməti yoxdursa boşdur. Sonra 0-dır. 0-ın üstünə 1 üstünə 2. Buranın cavabı oldu 3. İndi keçirik. A1-i vurur C2-yə. A1-imiz 5'dir. C2-mizi neçə tapmışıq? 6. 30 üstünə 2 gəlsək 32. Daha sonra B2-ni vurur C3'ə. B2 6-nı vurur C3'ə. C3'ü də tapmışıq neçə? 3. 6'nın 3'ü 18 üstünə 2 gəlir 20. Axırda bu ikisini toplayır. Yekun cəm eləməlidir. 52. Bir dənə cavaba təkrar baxaq. Nəsə elə bil qəribə bir ədəd alındı. Hardasa ola bilsin ki, nəyinsə səhv eləmiş olarıq. Təkrar bir də yoxlayaq. Fərqli rənglə. Dollar A2'miz 2'dir. 2'nin üstünə B1'e gəlirik. 3. 3'ü də 2 var artıraq. Bura olur 5. Yəni bura. Sonra mən bunu bir vəd aşağı düşürsəm. Dollar A3 üstə gəl B dollar 1 üstə gəl 2. 2'nin üstünə hə biz burada niyə 6 gəlmişik ki? 6 yazmışıq ki. Hə 3'dür bu. 3'ün üstünə dollar A3. Üstünə B1'i gəlir 1 4. 4'ün üstünə 2 gəlir 6. Problem yoxdur. Aşağıya A4 sıfırdır. Sıfırın üstünə 1.
Üstünə 2 gəlir 3'dür. Bu da problem yoxdur. A1'i vurur C2'ye. A1'imiz 5. 5'i vurur C'nin ikinci elementi. C'nin ikinci elementi neçədir? 6'dır. Olacaq 32. Keçək növbəti. B2'nin üstünə C. Ha, burada B2'nin üstünə C3 gəlir. Ben onu vurma kimi götürmüşəm. B2'miz 6'dır. 6'nın üstünə 3'ü gəlir. 9. 9'un üstünə 2 11. Ha, 11 ilə də 32-ni toplasaq, yekun cavab 43 eləməlidir. Yəni bunun cavabı olur. Sualın cavabı 43. 61 ilə davam eləyək. Elektron cədvəldə C1 C3 xanasındakı düstur budur. 12'dir. C4'dəki düstur isə budur. Həmin xananın qiymətini tapın. Yenə bu təkrar sualdır. Əgər A3 ilə B3-ün cəmi 13-dürsə, 12-dirsə və bunu C4'də, C3'də saxlayırsa, deməli C3'ün özü də 12-dir. Və bu 12 ilə də 12'nin üstünə 12 gəlsək, eləyəcəyinsə 24. 62. A4'ün qiymətini soruşur. Bizə deyir B1 ilə C2'nin hamısını topla. B1'dən C2'yə qədər hamısının cəmi 2, 4, 6. Bu da 12, 18 eləyir. 18'in üstünə 10 gəlsək, eləyər 28. 63 yenə. D2'dəki düsturu D4'ə köçürürəm. D2'dən D4'ə keçsə nə olar? B4 vurulsun dollar C dollar 2. B4'ümüz neçədir? 200. C2'mizdə %15. 200'ü də vururam %15'ə. Bu da neçə eləyər? 30. Deməli cavab oldu 30. 64. Sadə bir sual. Elektron cədvəldə neçə ümumi xana var? Xanaların sayını tapanda dedik. Hə, sütunların sayını sətirlərin sayına vururuq. B, C, D, Y, F, G. 6 dənə sütun var. Vur. 8'den 3 çıxıb üstünə 1 gəlirik. 6. Sətirlərin sayını tapanda yekun 36. Sətirlərin sayını tapanda 9'dan 3 çıxıb üstünə 1 gəlirik. Rəqəmlərə baxırıq, ədədlərə baxırıq. Eləyir 7. Neçə sütun var? C, D, Y. 3 dənə sütun var. Yəni neçə xana var? A, B, C, D. 4 dənə xana, 4 dənə sətir. 3'dən 13'ə qədər 11 dənə sətir. Sətirdə sütuna vursaq 44 eləmiş olar. 68'ə baxaq. Bizdən C1'dən C3'ə qədər hamısının cəmini istəyir. O zaman buraları toplamalıyam. A1 ilə B4'ün cəmi. A1 ilə B4'ün cəmi 12. B2'dən B4'ə qədər. B2'dən B4'ə qədər. Bu üçünün cəmi. Bu dedir 46. Sonra A1'dən A3'ə qədər hamısının cəmi. Bu dedir neçə? 18. Yekunda bu üçünün də cəmi 76 eləmiş olar 68-ci sualda. Sonra baxaq görək. Növbəti sual nə gəlir? 69. Deməli, A5 xanasındakı düsturu A5-dən F6-ya qədər keçirdikdə ən böyük qiyməti tapın. Bu bayaqki suala oxşardı. A1 ilə A3 deməli, biz bunu A5-dəki hamısına bunu köçürsək, görək nə alınır. A1 A3-dürsə, o zaman mən bunu bir vadi sağa keçirsəm B1 B3 olacaq. Sonra C1 C3 qısadasa A1 A3 aradır. 11 ilə 4. Qısadasa bu ikisinin cəmin buraya yazır. 15. Sonra bu ikisinin cəmin buraya yazacaq 7. Sonra 6 ilə 11'in cəmini toplayıb yenə öz yerinə yazır. Öz sütununa yazır. 17, 11. Bununla bunu toplayacaq. 16, bununla da bunu toplayacaq 10. İndi mən bunu növbəti sətrə keçirsəm, əgər bir A1 A3 idisə, mən bunu bir vadi aşağı keçirsəm, o zaman olacaq A2, A4. Bu dəfə ikinci ilə dördüncünün cəmin. İkinci ilə dördüncünün cəmin. Bura 19 yazacaq. Daha sonra 8 ilə 13'ü. 21, 11 ilə 3'ü. 14, 13, 27 uyğun olaraq və 12, 12, 24.
İndi burada ən böyük qiymət neçə oldu? 27 olmuş. Oldu. 70-ci suala baxaq. A3-dəki düsturu C2 D3-ə köçürəndən sonra, deməli A3-dəki düsturu mən C2-yə köçürsəm nə olacaq? 2 vahid irəli, 1 vahid geri. Yəni B olacaq D dollar 1 üstə gəl 3 çıx. Bu yəqin ki çıxış işarəsidir. Dollar A 1. Bu oldu C2-dəki düstur. İndi mən bunu D3-ə köçürsəm nə olacaq? Y dollar 1 üstə gəl 3 çıx dollara yenə 2. İndi bunun hər birini hesablayaq. Bundan sonra C2 ilə D3-ün qiymətlərini cəmlədik. Deməli D dollar 1 nə eləyir? 7 üstə gəl 3 çıx 5. Belə də elə 5. Ondan 5 5. Deməli C2-nin cavabı oldu 5. Aşağıya yoxlasaq Y1 4 üstə gəl 3 çıx 2. Bu da elə də 5. 5 ilə də 5-in cəmi yekunda 70-ci sualın cavabı eləyər 10. Keçək 71 və 72-ci suallara. Beləcə, hə, bununla da yekunlaşır mövzum bu hissədə. Demədik ki, bu qiymətdə görə biz yəqin ki hesablamalıyıq. Çünki C2-nin kvadratını 2-yə bölür. C2-ni hesablamaq üçün B2 ilə C1-in cəmin toplayıb 2-yə vururuq. 4 ilə 6-nın cəmi 10. 2-yə vursam, buranın cəmi elədi 20. Demək, bura 20-dirsə, 20-ni 20-yə vurub 2-yə bölsək, bura eləyər 200. Yəni 1-ə gedir C. Daha sonra B3-ü C3-ə vurur. B3-ümüz 8, amma C3-ü bilmirəm. 3A1. 3 üstə gəl D3. 5. 8. 8-i də 8-ə vursam 64. O da eləyər D variantı. 1C2-dir. Sonra Y3-ü hesablamalıyım. Y3-ü hesablamaqdan ötürü Y1 ilə 10 ilə C3-ün cəmi. C3 neçədir? 3A1 plus D3. 8, 8, 3A1. 3. Hə, buranı 8 tapmışdıq da. Hə, 8. Y1 ilə 10 ilə 8-in cəmi 18. 2-yə də bölsək 9 eləmiş olar. Demək, Y3-ün cavabı 9. Üstə gəl 6 bölü 2. Bu da eləyər. Bir dəqiqə 6 böl 3 deyə bu, hə. Bu da eləyər 11. O da eləyər A variantı. C, D, A. 72-yə baxsaq, deyir D1-in, D2, D3-ün qiymətini hesabla. B2-dən C3-ə qədər bu xanaların cəmidir. 14, 13, 27. 1-ə gedir Y. 1-ə deyəndə D1-ə. Daha sonra D2, A1-dən C1-ə qədər hamısının cəmi. Bu da eləyir necə? 10. Bura gedir B. Bir də A2-dən C3-ə qədər hamısının cəmi. A2-dən C3-ə qədər hamısının cəmi. 19, 13, 32, bu da 14, 46. 46 da gələcək bura 1D, 1B, 2Y, 3A. Beləcə Excelin birinci bölməsinin izahı yekunlaşdı. Növbəti bölməndə izahını görüşənə dək hələlik sağ olun.